Niyə görə Həmzənin belə xüsusi məqamı var? 70 təkbirlə namaz qıldı ona. Niyə görə? Ona görə ki, Uhud döyüşündən biraz qabaq, bir gecə qabaq, sabah Uhud döyüşü olacaq. Çəkdi dedi, əmi, Peyğəmbər dedi, əmi, sən sabah öldürüləcəksən. 3 şeyi qəbul elədiyi denən. Qəbul edirsən Allahdan başqa Allah yoxdur dedi, bəli. Qəbul edirsən mən Allahın rəsuluyam, bəli. Qəbul edirsən Əli əmirəl-möminin dedi, bəli. Əşhədü ənə əmirəl-möminin Əliyəm vəliyullah dedi. Həmzə illər döyüşü Həzrət Əliyə öyrədənlərdən biridir. Əmsi idi, ağsaqqal idi, nüfuzlu adam. Peyğəmbəri himayə edən, o hörmət Allah gəldi elə imtahan elədi. Cavan oğlan, Əli sənin imamındır, bəli, qəbul elədi, oldu Həmzə Seyid-i Şühəda. Yoxsa çox adam ölmüşdü, söhbət şücaətdə də deyildi heç. Yəni hər şücaətdə gəlir Həmzə ola bilir.